Amma qəlbimlə deməyin də göz dəyər. Göz deyə. Göz Hər kəsi salamlayıram. Kəmalə xanım, Ağşəhər necədir? Ağşəhər o qədər gözəldir ki, başqa bir aləmə düşmüşəm Qəbil müəllim. Həqiqətən də zövq alıram, sevirəm. Hər bura gələndə ruhum həm təzələnir, həm dincəlir. Evi məmləkdə ilk istifadə elədiniz də öz həmkarınıza. Amma Qəbil müəllim deməyin də göz dəyər. Göz deyə. Göz Öz həmkarına 3 otaq ev verdi, gülə-gülə otursun. Bəli, həmkarlarımdan biri, yəni bunu adını çəkməsəm də, Yox, demə, adını demə. adını çəkmirəm, ancaq həqiqətən də çox sağ olsun, gəldi, mənim təklifimlə baxdı. 3 otaqlı, möhtəşəm, doğrudan da möhtəşəm dediyimiz bir görsəniz əziz izləyicilərimiz. Gözəl bir mənzil satdıq hal-hazırda. Dəyərindən də ucuz. Dəyərindən də ucuz. Kəmal xan, bilirsiniz də sizin həmkarlarınız hamısı kimsə tanıyanda çox endirim edir. Bu da bizim üçün satış üçün əla olur. Bir də siz dediniz satış eləyəndə nə edəcəksiniz? Mən indi satış eləmişəm, Hə. Qəbil müəllim. Ancaq biraz da o satışın içində həyəcan da vardı. Həyəcan da var. Satış eləmişəm. Söz vermişdim ki, kollektivimizə öz gözəl mehriban kollektivimiz var da. Hə. Bu 3 filialımız ki var. Nəsimi filialı, Qara Qarayev, o cümlədən Evin Məmlakın ən bizim baş ofisimiz deyərdim, Ağşəhərdə yerləşən. Bax bura filialımızın kollektivini yığacağam. İlk qazancımdan qonaqlıq verəcəm. Eləmi? Onda Ev Məmlək komandası qonaqlıq. Möhtəşəm Şəki mətbəxi. Əla. Hər kəsi İnşallah. gözləyirik.